Adi günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal kompleksində sərnişin axını müşahidə olunur və bu sərnişin sıxlığının qarşısının alınması üçün marşrut avtobusların sayı artırılıb. Məqsəd sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasıdır. Qusar rayonundan gəlmişik hal-hazırda. Belə problem yaşamamışıq əslində. Sadəcə olaraq biraz sıxlıq oldu. Avtobuslar daha geniş olsaydı daha yaxşı olardı. Gəncədən gəlmişik, çox gözəl, yaxşı, rahat, şofer də çox yaxşı, rahat sürdü. Adi günlərlə müqayisədə Gəncə Beynəlxalq Avtovağzalında aktivlik var. Sıxlığın yaranmaması üçün xüsusilə paytaxt istiqamətində xəttə əlavə avtobuslar buraxılıb. Gələndə kassana yaxınlaşsınlar, biletlərini alsınlar, əvvəlcə qalmaqla daha yaxşıdır. Belə sıxlıq olanda basa-bas olmur, müştərilər narazı qalmır. Yəni əvvəlcə gəlib biletlərini alsa daha yaxşı var. Gəncədə yaşayırıq, Bakıya qonaq gedirik. Necədir? Yəni razısınızmı? Razıyıq. Kassalarımız gücləndirilmiş rejimdə çalışırlar. Sərnişinlərimizin istiqaməti daha çox Bakı yönündə olur və sərnişinlərimiz süni qiymət artımı ilə üzləşməmələri üçün biletləri onlayn və ya kassalara yaxınlaşalaraq əldə edə bilərlər. Qazaxda da oxşar vəziyyətdir. Anamın, atamın yanına gəlmişdim ziyarətə, Qazax rayonuna, Daşsalahlı kəndinə. Şükür Allah, hər şey yaxşıdır. Onlayn bilet sifariş elədim, aldım, gəldim. Bayramla əlaqədar olaraq elə də sıxlıq yoxdur çox. Buradan Bakıya səmtə. Biletlər də normaldır. Sərnişinlər özü onlaynla biletlərini alırlar, əyləşirlər, kassadan biletini alıb əyləşirlər. Hal-hazırda heç bir sıxlıq müşahidə olunmur. Avtobuslar vaxtında gəlir, qrafik üzrə çıxır. Lənkəranda isə sərnişinlər bilet tapmaqda çətinlik çəkirlər. Ən çox sıxlıq Lənkəran-Bakı marşrut xətti üzrə qeydə alınıb. Cənub bölgəsinə yəni qatarların da hərəkəti dayandırılıb, məhdudlaşdırılıb karantindən vaxtı. İndi Lənkərana sadəcə yəni avtobuslarla, nəqliyyat vasitələrlə biz gediş-gəliş edirik marşrutlar vasitəsilə. Onlar da saat 6-ya qədər yəni müntəzəm olaraq fəaliyyət göstərirlər. Biz yəni əhali olaraq yəni gediş-gəlişimizlə bağlı burada sıxıntılar yaşayırıq. Səhər biraz bastırıq olurdu ona görə. İşə gedənlərin görürsən sayı çox olur, vaxtında işə çatır. Biz belə normal istirahətə gəlmişdik də. Quba Avtovağzalında da paytaxt istiqamətində əlavə avtobuslar buraxılıb. Elektron bilet satışı da sıxlığın aradan qalxmasına imkan yaradıb. Keçən illərdə mən ənənəvi üsulla alırdım bileti və bu müəyyən növbədə gözləmə kimi və digər problemlərə yol açırdı. Amma məsələn bu il mən onlayn bilet almışam və bayram günü olmasına baxmayaraq çox rahat bir şəkildə öz belə deyək də yerimizi tutmuşuq, rahat gözləyirik. Əsli baxımda çətinliklər hər daim var, amma ki onlayn bilet almaq daha məsləhətdir. Çünki gəlirik bura, bilet olmur, qalırıq yolda. Azərbaycan Dəmir Yolları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bakı-Qazax-Bakı xətti üzrə hərəkət edən müasir qatarlar qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə ənənəvi qrafiklə fəaliyyətini davam etdirir. 7 noyabrda Bakıdan Balakənə hərəkət edən qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən yola düşən qatara 1 əlavə vaqon, 10 noyabr isə Balakəndən hərəkət edən qatara 4 əlavə vaqon qoşulub. Bakı-Ağdam-Bakı marşrutu üzrə də əlavə reyslər təşkil olunub. Şahnun Qasımova, Xaliq Qurbanlı, Alməmməd Nəbiyev, Nuranə Tələt qızı, Rauf Əhmədov, ATV xəbər.